Bizə həmişə deyiblər ki, halal pul qazanmalısan birincisi. Düzdür? Halal nə qədər pul qazana bilərsən? Pərvin. Gəl açıq danışaq. Halal nə qədər qazana bilərsən? Və o sənin nə qədər rifahına təsir eləyə bilər, böyük bir təsir ola bilər. Bizi halal zehniyyətlə böyüdüblər. İkincisi, qane olmaq öyrədilib bizə. Şükür eləmək. Mən razıyam. Mən bu gün də bütün hara getmişəm, hardan pul qazanmışam, deyirəm Allah sənə şükür. Bu özünü yetirmisən. Amma şükür o demək deyil ki, elədiyim səhvi 8 il bir yerdə işləyib 350 manata şükür eləyib dayanmaq o da bir şeydir. Mən 8 il bir yerdə işləyib 350 manat maaş almışam. Sənin dediyin o halal, şükürlü qazanc elə olur. Maksimumda 600, 700, 800 manat maaş qazana bilərsən. Mən 31 yaşımda başa düşdüm ki, mənim bacardığım şeyləri bunu özüm də edib qazana bilərəm. Mən bunu gedib başqası üçün edirəm.